Uşaqlar, hal-hazırda həkim yoxlanışına gəlmişik. Həkimimizlə tanış olduq. Uziyə girəcəyik, hətta onu gözləyirik. Uşaq xəbərini eşidən kimi məni ilk yığan, ilk təbrik eləyən, məndən qabaq uşağın doğulandan sonra yeyəcəyi yeməyin dərdini çəkən Səadətə buradan çox təşəkkür edirəm həqiqətən. Yəni heç gözləmirdim. Bir də gördüm zəng gəldi. Ay qız, hansı həkimin yanına gedirsən? Mənim yaxşı tanıdığım bir dənə həkim var. Beşik almaq lazımdır. Ana südü ilə qidalandıracaqsan, qidalandırmayacaqsansa mən çox yaxşı yemək bilirəm. Paltar nə alacaq? Nə lazımdır? Mən sənə kömək eləyəcəm, öyrədəcəm. Birincini almaq lazımdır. Deyirəm Səadət. Gözlə bir dəqiqə hələ bismillah. Sən məndən qabaq şey elədin, atlandın söhbətə. Təbrik elədi, çox yaxından maraqlandı həqiqətən. Neçə vaxtdır videolarına baxıb yanına getmək istədiyim həkimi də onun həkimi çıxdı. Axır sağ olsun.